Hal-hazırda gördüyümüz set Bakı şəhəri 1899-1900-cu illəri əhatə eləyib. Həmin illərin ab-havasını qurmuş burada Atəgahda gördüyünüz kimi. O dövrün qəzetləridir, ən çox oxunan qəzetlər o dövr üçün. Bakın İzvestiyadır, Le Matin'dir, fransız qəzetlər var burada, yəni Bakı şəhərində əcnəbi turistlərin, əcnəbilərin də çox olduğunu nəzərə alsaq. O dövrdə neft bumu ilə bağlı fransızlar, ingilislər Bakı şəhərində çox olduğuna görə artıq onlar da qəzetləri satılırdı Bakıda. Kaspi qəzetidir və bu qəzetlər nəzərdə tutulduğum hamısı hazırlanıb, bizə rekvizitlər tərəfindən hazırlanıb, düzəldilib. Yəni təbii ki, bu qəzetlər indi yoxdur arxivdə. Və bizə köhnə qəzet yox, o dövrün təzə qəzetlər lazımdır. Ona görə də bunlar hamısı hazırlanıb. Burada bir lapka qurmuşuq. Belə şəhərin ortasında o vaxt belə şeylər olurdu. Bazardan bir hissə qururdular satış üçün. Xalça dükanımız var burada. Reklamları hamısı o dövrdə əllə yazıldığına görə bizdə də art departament bunların hamısını əllə icra edib. Yəni burada kompüterdən çıxartma və yaxud da kompüterdən demək olar çox az istifadə olunub. Hamısı əl işləridir, çünki biz o dövrü yaradırıqsa atmosferini, o dövrdə bunu necə yaradıblarsa biz onu elə eləməyik. Burada gördük böyük xarmakiya quraşdırılıb və bura biz bina açacağıq bir dənə. Və biz iki binanın ortasından yerə bir hal-hazırda. Bu xarmakiyadakı bina görsənmir. Onu biz artıq hazırlamışıq VFX komandası ilə. Və onlar onu ora yerləşdirəcəklər sonraki etaplarda. Sırf film üçün hazırlanıb. O vaxtın üzvləri araşdırılıb, eskiz olunub və xüsusi onun intisalları ilə, peçatı ilə. Və bu elə düzəldilib ki, filmdə bizdə səhnələr var ki, o peçatdan sürgüçə peçat vurur, yazır və peçatı imza atmadığına görə çox az hallarda imza atırdı. Bu peçatdan istifadə edirdi, sürgüçə. Və onu biz xüsusi hazırlatmışıq. Film boyda Tahir'in barmağındadır. Bu ak qızıl su ilə sağlanmış gümüş üzüydü. Kamera B, 310A, 1-1. Yuxarıları belə bir həllini tapmışıq. Xalça dükanının qabağında belə rənglər, parça dükanının qabağında parçalar ki, bizim yuxarı tərəflərdə belə dinamiklik olsun. Aşağını geyimlər necə ki dolduracaq. Yuxarı hissəni də bizim bu rəngli parçalarımız, yəni detallar, xalçalar və yaxud bir şey bu atmosferi doldurmaq üçün istifadə olunur. Bütün bu rekvizitlər hamısı hazırlanır, düzəldilib. Burada gördüyünüz göz müasir işıqlar var, onları biz bağlamışıq. Eyni rəngdə şeylə və o üzərindən də başqa rekvizitlər qoyub tam bağlayırıq onu. Əsas bizim ən əsas məsələ bizdə bu ağlay daşlarının örtülməyidir ki, onun üçün ən belə deyimdə arzu olunmaz bir şey bu ağlay daşlarıdır ki, o bütün o qədimliyi, bütün o kinonun təəssüratını öldürür. Biz də bunun həlli olaraq bu reklamları yapışdırmaqla bir növ həllini tapdıq ki, biraz aşağı hissələrini bəs palçıqlamışıq. Mümkün qədər bunları bağlamağa çalışdıq kadrda ki, bizə bu ağlaylar mane olmasın. Təbii ki, hər məkanda istədiyimiz şeyləri eləyə bilmirik. Məsələn, bunları rəngləmək imkanı olmadığına görə hər məkanda biz istədiyimizi eləyə bilmirik. Ona görə də biz həlli yollarını tapırıq onun ki, necə bunun həllini tapa bilərik ki, bunu rəngləmədən bunun rənglərini necə dəyişək. Tək bu məkanın qurulmağına bir həftə vaxt gedib. Təbii ki, hər bir şey qabaqcadan hazırlanandan sonra olub bunlar. Yəni, hər şey qabaqcadan hazırlanır və quraşdırılmağına bir həftə vaxt gedir. Çünki biz məkan çox böyük olduğundan biz bunu eskizdə kimi qurub, tam deyənmək hazırdır, qurub baxırıq, müəyyən dükanları ola bilər, yerlərini dəyişirik, rənglərini dəyişirik, müəyyən əlavə rekvizitlər gətiririk və əlavə, məsələn, bunu bugün dekor komandası çox qısa vaxt ərzində elədi. Bu bizim nəzərimizdə yox idi. Məkanı qurduq, baxdıq ki, bizdə burada nəsə bir əlavə bir şeyə ehtiyac var. Ona görə Zadaçı kimi dekor komandasına verildi və onlar tez 15 dəqiqə ərzində bunu düzəltdilər. Yəni buna hazır olmaq lazımdır filmlərdə. Yəni bu şeylərin hamısına hazır olmaq lazımdır. Ki filmdə yerində lazım olan detallar düzəlsin, yazılsın. Yəni bunlar qədim tarixi filmdə çox vacibdir. Və zadaçılar çox çıxa bilər belə və onları həll eləmək lazımdır hamısını.